Salam əziz şagirdlər, yenidən sizləri xoş gördük. Qədim Avropa mövzularını davam edirik və bu günlərin Qədim Yunanistan mövzusunun sonuncusuna gəlib çatmışıq. Makedoniyalı İskəndər mövzunun adını belə adlandıraq və burada həm Yunanistandan, eyni zamanda İskəndərin yürüşlərindən bəhs edəcək. İlk öncə Afina-Sparta müharibəsi. Əziz şagirdlər, bildiyiniz kimi Yunanlar Əhəmənilərlə apardıqları müharibədə böyük, möhtəşəm qələbə qazanmışlar. Afina bundan çox zəngin bir dövlətə çevrilmişdir. Amma məsələ burasındadır ki, Afinanın digər şəhərləri idarə etməsi digər şəhərlərin də xoşuna gəlmirdi. Çünki hər bir şəhər istəyirdi ki, o da var dövlət sahibi olsun. Ona görə də həm ticarət, həm də torpaqlar uğrunda böyük bir rəqabət var idi. Və belə bir rəqabət gətirib çıxartmışdı Yunan şəhər dövləti arasında müharibəyə. Ən böyük belə müharibə Afina və Sparta arasında baş vermişdi. Eramızdan əvvəl 431-404-cü illərə təsadüf edən bu müharibədə qalib gələn Sparta olur. Deməli, əziz şagirdlər, müharibənin sonunda Afina dəniz ittifaqı ləğv edilir. Fikir verin, təsərrüfat dağıldı, şəhər dövlətləri zəiflədi. Kimin qalib gələn asılı olmayaraq Yunanistan böyük zərbə dəydi. Onun təsərrüfatı dağıldı, ticarət əlaqələri bir çox vaxtda kəsildi və belə bir tənəzzül içində olan Yunanistan qonşu güclü dövlətlərin qurbanına çevrilə bilərdi və belə dövlətlərdən biri də elə Yunanistandan qonşu, yəni Balkan yarımadasının şimalında xəritədə fikir verin, Makedoniya dövləti idi. Makedoniya məhz bu fürsətdən məharətlə istifadə etdi. Demək olar ki, Yunan şəhərlərinin çoxsunu dinc yolla çoxsunu özünə tabe etdi. Bu dövlətin eramızdan və 4-cü əsrdə ən güclü hökmdarı 2-ci Filip idi. Makedoniya dövlətinin paytaxtı isə bu zaman Pella şəhəri idi. 2-ci Filip Yunan şəhər dövlətlərinin çoxsunu tabe etsə də, amma o da tabe olmaq istəməyən dövlətlər də var idi. Onlardan biri də məsələn Afina dövləti idi. Məhz tabe olmayan Yunanlarla Makedoniyalı 2-ci Filip arasında həll edici döyüş eramızdan əvvəl 338-ci ildə Xeyroneia döyüşündə baş verir. Həmən döyüşdə 2-ci Filip möhtəşəm qələbə qazanır və demək olar ki, Yunanistanın böyük bir hissəsini ələ keçirir və Yunan şəhər dövlətlərinin əksəriyyətinin azadlığına son qoyur. 2-ci Filipin ən böyük istəyi isə şərq ölkələrinə hücum etmək, şərqi də tabe etmək idi. Və yürüş ərəfəsində, yəni o yürüşə hazırlaşırdı. Ancaq yürüş ərəfəsində biz nəyin şahidi oluq sizə? Deməli, 2-ci Filip Yunanları tabe etdikdən sonra Yunanlarla birlikdə böyük şərqə yürüş hazırlayır. Əhəməni dövlətinə qarşı yürüş hazırlığı gedir. Artıq siz orada kadrlarını da görürsünüz. Bu zaman biz nəyə şahid oluruq? 2-ci Filip yürüş ərəfəsində sui-qəsdə məruz qalır, onu öldürürlər. Və elə dərhal da yeni hökmdar, onun gənc oğlu İskəndər onu hökmdar seçirlər. Makedoniya ilə İskəndər atasının bu arzusunu özü reallaşdırmaq qərarına gəlir və o şərqə böyük bir yürüş hazırlayır. Bir neçə döyüşdə Əhəməni ordusuna qalib gələn İskəndər Aralıq dənizinin şərqindən, bax xəritədə xahiş edirəm bunu izləyin sizə, Aralıq dənizinin deməli şərqindən o Misirə doğru hərəkət edir. Bax xəritədə istiqamətdə görürsünüz. O necə gəlir Misirə? Misirlər onu çox yaxşı qarşılayırlar. Yəni hətta Əhəməni işğalından azad edən bir şəxs kimi qarşılayırlar. Ona Firon adlandırırlar. Onu Tanrı adlandırırlar. Və bundan sonra o Əhəməni imperiyasının, yəni Əhəməni şahı 3-cü Dariyə qarşı həlləci hücuma keçir. Və bu həlləci hücum onlar arası 3-cü ən böyük döyüşdən yekunlaşır. Qavqamel döyüşü eramızdan əvvəl 331-ci ildə. Deməli, 3-cü Dara həmən döyüşə çox böyük bir hərbi qüvvə toplamışdı. Artıq kadrlarda da görürsünüz. Və belə bir, yəni o hakimiyyəti altında olan bütün ölkələrdən, yəni satraplıqların hər birindən yeri gəlmişkən Azərbaycan satrapı Atropat, yəni Midiya satrapa gedirdi orada. O özü də bu döyüşdə İskəndərə qarşı Qavqamel döyüşünü 3-cü Dara tərəfindən döyüşürdü. İskəndər həmən döyüşdə də qalib gəldi. İskəndərin çox qüdrətli falanga ordusu, yəni falanga düzülüşlü ordusu var idi və 3-cü Dara döyüş meydanından qaçdı.
Ancaq sonra elə öz adamları tərəfindən 3-cü Dara öldürüldü. Və 3-cü Daranın öldürülməsi ilə də 330-cu il eramızdan əvvəl Əhəməni dövlətinin varlığına son qoyur. İskəndər isə Əhəməni dövlətinə son qoymasına baxmayaraq yürüşünü davam etdirir. Və o artıq Hindistana, yəni bütün Əhəməni imperiyasının dağılış satrapları ələ keçirmə fikrində idi. Və ona görə İskəndər xəritədə fikir verin, Misirdən sonra Mesopotamiya, oradan isə Mərkəzi Asiya doğru hərəkət edir. Biz sizə Mərkəzi Asiya mövzusuna baxdıqda, hətta orada Spitaminin güclü müqavimət göstərdiyini görmüşdük. Mərkəzi Asiyadan keçərək o, gördüyünüz kimi, Hindistana daxil olur. Və İskəndər Hindistana daxil olur, amma Hindistanlılar çox güclü müqavimət göstərirlər. Hətta onların döyüş filləri var idi və döyüş filləri ilə ibarət böyük bir qüvvə İskəndərə qarşı güclü müqavimət göstərir. Düzdür, İskəndər çətinliklə də olsa Hindliləri məğlubiyyətə uğrada bilir və Hindistanın şimal-qərbini ələ keçirir. Ancaq İskəndər bununla da razılaşmaq istəmir. İskəndər Hindistanın şimal-qərbini ələ keçirsə də, yəni Hind çayı hövzəsini tutsa da, onun məqsədi bununla bitmir. İskəndər çalışır ki, bütün Hindistanı tutsun, Qanq çayı sahillərini girib çıxsın. Ancaq bu zaman nə baş verir? Onun döyüşçüləri, kadrlarda fikir verin, artıq uzun bir yürüşün başa çatmasını istəyirlər. Onlar vətənlərinə dönmək istəyirlər, öz ailələrinin yanına dönmək istəyirlər. İskəndər onları nə qədər yəni fikirlərindən döndərmək istəsə də buna nail ola bilmədi. Beləliklə, Balkan yarımadasından Hind çayına qədər uzanan və paytaxtı Babil şəhəri olan böyük bir imperiyanı qurmuş oldu. Bütün Hindistan tuta bilməsə də, amma nəhəng bir imperiyanı tutub. Və ərazidən fikir verin, yəni Əhəməni imperiyasının ərazisindən bir qədər çox böyük bir əraziyə sahib oldu. Və İskəndər məcburən geri qayıtmağa məcbur oldu. Makedon İskəndər geri qayıtdıqdan sonra İskəndər eramızdan əvvəl 323-cü ildə vəfat etdi. Xəstələnərək vəfat etdi. Və onun ölümündən sonra onun imperiyası parçalandı. İskəndərin sərkərdələri imperiyanı parçaladılar, hər biri özü yeni dövlət qurdu. Fikir verin, xəritədə görürsünüz. Məsələn, Misir ərazisində Ptolemeylər dövləti quruldu. Makedoniyalar dövlət yarandı. Ən böyük dövlətlərdən biri isə Suriyada yarandı və sonradan geniş bir əraziyə sahib idi, Selevkilər dövləti. Və diqqətlə Azərbaycan xəritəsinə fikir verin, bizdə də yeni iki dövlət yarandı. Şimalda Albaniya, cənubda Atropatena. Bütün bu dövlətlər hamısı qeyd etdiyim kimi meydana gəlmişdi İskəndər imperiyasının dağılmasından sonra. İskəndər imperiyası dağılsa da onun yürüşünün çox böyük əhəmiyyəti oldu. Belə ki, bu prosesin sonunda iki sivilizasiya, yəni Şərq və Qərb birləşdi və bu nəticədə Ellinizm mədəniyyəti gəldi. Ellin mədəniyyəti yalnız Yunan mədəniyyətinə aid edilirsə, Ellinizm Şərq və Qərb birlikdə qeyd edilir. Bəli, İskəndər hakimiyyəti möhkəmləndirmək üçün haranı tuturdusa, orada şəhərlər salırdı və Makedoniyadan, Yunanistandan bura döyüşçülər də saxlanılırdı, hətta burada ailələr köçürülürdü. Ailələr hesabına böyük bir şəhərlərə çevrilirdilər. Şəhərlərin çoxu da İskəndər adı ilə İskəndəriyyə adlanırdı. Yeni yaranan dövlətləri idarə edən İskəndərin keçmiş sərkərdələri vilayətləri idarə etmək üçün Yunan Makedoniyalılardan məmurlar təyin edirdilər. Yerli əhalidən olan quldarlar Yunanlara oxşamağa çalışır, onların dilini öyrənir, adətlərini qəbul edirdilər. Şərq ölkələrində Ellin mədəniyyəti geniş şəkildə yayılırdı. Yeni yaranan şəhərlər içərisində, İskəndərlər içərisində ən məşhur İskəndəriyyə Nilin deltasında, yəni Misir ərazisində salınmış şəhər idi və o Misir, o yeni yaranan dövlət Misirin paytaxtına çevrilmişdi. Aralıq dənizi ətrafında ən böyük şəhər olan İskəndəriyyənin qarşısındakı adada 140 metr hündürlüyünə mayak ucaldılmışdı ki, 100 kilometrlərlə gəmilərə yol göstərir uzaqdan. Həmən mayak da dünyanın 7 möcüzəsindən biridir. Bu mayak limanlara gələn gəmilərə yol göstərirdi. İskəndəriyyənin bazarlarına Avropa, Asiya və Afrikadan gətirilmiş mallar satılırdı. Ellinizmin sonu. Əlişah İskəndəriyyə kitabxanasında Yunanistandan və Şərq ölkələrinə gətirilmiş çoxlu elmi əsərlər toplanmışdı. 700 minə yaxın burada əlyazma var idi o kitabxanada və burada iki məşhur alimlə burada çalışıb. Söhbət gedir Evklid və Arximeddən.
Aralıq dənizinin şərq sahillərindəki Yunan Makedoniya dövlətləri nə qədər qüdrətli görsənsələr də əslində çox zəif idilər və elə onların arasında gedən zəiflik, müharibələr onları zəiflədir. Bundan da məharətlə istifadə edən yeni səhnəyə çıxan Avropalılar olur. Söhbət Romalılardan gedir. Məhz bütün bu elin dövlətlərin hər birinin varlığına onlar son qoyacaqlar və ellinizm Roma işğalı ilə başa çatacaq. Beləliklə, bugünkü dərsimizə ayrılan vaxt başa çatdı. Növbəti dərslərimizdə görüşmək ümidi ilə sağ olun.